Bu sizin sürdüğünüz 07'lərdən deyil ha. Bu da 07'dir. Prosta A07. Bu 2025-ci ilin 07'sidir. Özdə Kitayski, Çin. A05, A06, bu isə A07. Özdə premium. Qapının açılmağına baxın burada. Görürsünüz ambient nə rəngdədir? Bənövşəyi rəngində. Bir də buna baxın. Fikir verirsiniz, qapı açıldı və bu ambientin rəngi də dəyişdi. İndi qapını bağlayacağım. Maşını xodlamaq üçün əlbəttə ki, açar OH, o artıq keçmişdə qaldı. İndiki maşınlar bilirsiniz də start stopla xodlanır. Bu maşında heç start stop da yoxdur. Gəldin, oturdun maşına. Yəni bir dənə burada ötürmələr qutusunu məsələn era qoydun və yaxud da drive-a qoydun, tutardı getdi. Maşın uca xodlanıb. Qardaş, bunlar nə oyun çıxardılar? Maşın həm futuristikdir, həm də minimalistik. Yəni burada o qədər az şey qoyublar ki, məsələn bir dənə monitordur. Sanki Tesla'dır da, Tesla. Artıq əski heç nə yoxdur burada. Düymə bir dənə bax burada tapacaqsınız. Bax burada. Sükanın üstündə 2 dənə düymə var. Həm joystick, həm düymədir basmaq üçün. Və bir də burada bax parkingin düyməsidir. Tutardı. 14.900 manatdır bu maşının qiyməti. İlkin ödəniş 14.900 manat. Barterdə var. İstənilən bir avtomobili gətirirsiniz. Bu maşınla dəyişirsiniz. Plug-in hibriddir. 215 at gücüdür. 1,5 litrlik mühərrikdir. Bu A klassların, məsələn də A05 taksi üçündür, büdcəli, A06 ortadır. Bu isə A07 premiumun əngəsidir. Head-up displeyinə kimi var, qardaşım. Head-up displeyinə kimi, yəni möhtəşəm bir şeydir. 14.900 manat ilkin ödəniş, 2025-ci il model. Barterdəki nə maşın gətirirsiniz, gətirin. Burada Sankarsda maşınınıza baxacaqlar, bazar qiyməti ilə onu hesablayacaqlar və bu maşının qiymətindən çıxacaqlar. 055 318 78 65. Bax bu nömrəyə zəng edirsiniz, gəlirsiniz Sankarsa, maşınınızı da gətirirsiniz, baxırlar, ölçürlər o yan bu yan. Yeri gəlmişkən rəsmi iş yerinə də ehtiyac yoxdur. Əgər kreditlə götürəcəksinizsə, rayon, şəhər fərq etmir. Harda qeydiyyatdadırsa bu da problem deyil. Banklarda kreditiniz varsa, gecikməniz varsa buna da baxılmayacaq. İndi orada da bəzi məsələlər var. Sadəcə gəlməlisiniz Sankarsa. Babək prospektində yerləşir Sankars. Amma nömrəyə zəng eləyin, danışın, görün nədir, necədir. İşığına bir dənə baxın. Buna baxın. Yəni belə şey, mən birinci dəfə belə bir şey görürəm. Burada knopka zadı yoxdur, düymə zadı yoxdur. Çox maraqlı bir şəkildə bunu düzüb qoşublar. Bir dənə fikir verin. Buna baxın. Sensor da kişi, sensor. Bilmirəm bu maşını hansı maşına oxşadırsınız. Mən Audi oxşadıram. Audi'nin son modellərinə, indi orada belə deyək də, hatchback, sportback arası hansısa gövdələrinə. Eyni zamanda təkər, yəni üstündə Michelinlə gəlib birbaşa. Yəni zavoddan belə çıxır da, sonradan təbii ki bu təkəri qoymurlar. Yəni adamlar bilirsiniz, bu günləri artıq Çinlilər, dizaynerlər, mühəndislər, Çinlilər deyil. Çinlilər sadəcə olaraq mühəndis, məsələn Alman mühəndisi, Avstriyalı mühəndis deyir ki, orada məsələn bu maşını artıq yığın. Yəni dizaynerlər, eyni zamanda mühəndislər, bu maşını düzəldən adamlar, beyinlər, bu maşını fikirləşənlər Çinlilər deyil qardaşım. Bu sadəcə olaraq Çin markasıdır. Yəni Çin deyir ki, mən belə bir marka çıxarmışam, adını da qoymuşam Gian və yaxud da Tian, nə bilim necə istəyirsə səsləndirim. Burada sadəcə işçi qüvvəsi, məsələn bunu yığmaq üçün Çinlilər iştirak edirlər, işləyirlər. Bunun dizaynını, bunun mühəndisliyini isə Avropalılar, o bizim çox tanıdığımız illərlə əlbəttə ki bu işi görən adamlar işləyirlər bu maşınların üstündə. Nə bilim Çin deyirsiniz belədir, elədir. Qardaş, Çin sadəcə olaraq bu günləri dünyanı dağıdıb. Bir dənə bunu deyə bilərəm. Öpürəm.